Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiya vel mursalin. Seyyidina Muhammedin ve ala alihi ve sahbihi ecma'in emma ba'd. Allah Teala Kur'an'da buyurur ki: "Ve ma asabakum min musibetin febima kesebet eydikum ve ya'fu an kesiir." Sizin başınıza gelen her bir musibet kazandığınız günahlara görədir. Və hər bir bəlanın, müsibətin başlıca səbəbi günahlardır. Və günahların zərərləri çoxdur. Onun çirkin zərərləri vardır. Qəlbə təsir edir. Həmçinin insanın günahlar bədəninə təsir edir. Və o zərərlərdən İbn-i Qayyim Rahimullah gətirir ki, hirmanul ilm, elmdən məhrum olmaq. Çünki elm Allah Teala'nın insanın qəlbinə qoyduğu bir nurdur. Günah isə o nuru söndürür. İmam Şafi Rahimullah İmam Malik'in qarşısında oturarkən və onun zəkasını gördüyü zaman onun fəhminin kamilliyini hiss etdiyi zaman deyir ki: "İnni ara ennallaha qad alqa ala qalbika nura." Mən görürəm ki, Allah Teala sənin qəlbinə nur yerləşdirib, onu günahın zülməti ilə söndürmə. Və həmçinin zərərlərdən ruzidən məhrum olmaq. Ruzidən məhrum olmaq. Bir rəvayətdə gəlir ki, "İnnel abdə la yukramu rizqa bir zənbi yusibu." Həqiqətən insan etdiyi günahına görə ruzidən məhrum olur. Necə ki, təqva, yəni Allahdan qorxmaq, günahlardan çəkinmək, ruzini cəlb etdiyi kimi, təqvanı tərk etmək də kasıblığı gətirir. Günahları tərk etmək kimi başqa bir şey ruzini cəlb etməmişdir. Yəni, ruzini cəlb edən, gətirən ən güclü səbəb təqva, yəni günahları tərk etməkdir. Və həmçinin günahların zərərlərindən asi, günahkar insanın qəlbində özü ilə Allah arasında tapdığı bir vəhşət sıxıntıdır. Bütün dünyanın ləzzətləri cəm olunsa, yenə bu sıxıntını aradan qaldıra bilməz. Və bunu kim hiss edir? Bunu qəlbində müəyyən qədər həyat, qəlbi diri olan insan hiss edir. O artıq qəlb ölübsə, leşi nə qədər yaralasan da, o leşə təsir etməz. Və həmçinin günahların zərərlərindən bundan sonra insan özü ilə insanlar arasında bir vəhşət, bir sıxıntı hiss edir. Və xüsusilə özü ilə xeyir əhli arasında. Nə qədər bu sıxıntı güclənərsə, bir o qədər də o insan xeyir əhlindən, onların məclislərindən uzaq düşür. Onlardan faydalanmaqdan məhrum olur. Və bir o qədər də şeytanın dəstəsinə yaxın olur. Rəhmənin dəstəsindən uzaq olduğu qədər də və bir o qədər də şeytanın dəstəsinə yaxın olur və artıq o qəlbində olan o sıxıntı qəlbinə hakim olur və sonra bu özü ilə ən yaxın insanlar arasında baş verir. Öz yoldaşı, öz uşaqları və öz qohumları və bəzən də insan özü ilə öz nəfsi arasında bunu hiss edir. Ona görə sələflərdən biri deyir ki, "İnni la'asillah fa'ara zalika fi xuluqi dabbati wa imraati." Mən Allaha asi oluram və onun təsirini minimin və yoldaşımın əxlaqında hiss edirəm. Həmçinin Qayyim Rahimullah deyir ki, bu günahların zərərlərindən gətirərkən günahların zərərlərindən də biri günahlar başqasını sənə qarşı cürətləndirir. Günahlar başqasını sənə qarşı cürətləndirir. Həmişə sənə boyun əyən bir insan, sənin sözünü dinləyən bir insan, öz yoldaşın, uşağın artıq sözə qulaq asmır. Səbəb, insanın özünə etdiyi günahlardır. Və həmçinin zərərlərdən insanın işlərinin dolaşığa düşməsi, çətinləşməsi. Hansı işə yönəlirsə, o işdə üzünə qapılar bağlanır. Necə ki,
Allahdan qorxan, təqvalı olan insanın işləri asanlaşdığı kimi, hara yönəllərsə o yolda ona qapıların açıldığı kimi, günah isə tam əksinə, günahlar insanın işlərinin çətinləşməsinə və dolaşığa düşməsinə səbəbdir. Kim təqvanı tərk edərsə, Allah Teala onun işlərini çətinləşdirər. Çox qəribədir. Qəribə olan orasıdır ki, insan görür ki, bütün xeyir qapıları onun üzünə bağlanır və işləri çətinləşir, dolaşığa düşür, amma bunun hardan gəldiyini özü bilmir. Və həmçinin zərərlərdən insanın qəlbində hiss etdiyi bir zülmətdir, həqiqi zülmətdir. Necə ki, qaranlıq, zülmət gecədə yola çıxan bir insan o gözləri ilə o zülməti hiss etdiyi kimi artıq o qəlbində o zülməti, qaranlığı hiss edir. Çünki itaət nurdur. Asilik isə bir zülmətdir. Və nə qədər o zülmət güclənərsə və bir o qədər insanın heyrəti, şaşqınlığı artır və bundan sonra insan bidətlərə və zəlalətə və həlak edici işlərə düşür. Allah qorusun. Və fikir verin, və insanın bidətlərə, məsələn, təkfir bidətdir. Yersiz insanın təkfirə yönəlməsi və digər bidət məsələlərə yönəlməsi nəyə görədir? Və günahlara görədir, boş yerə deyil. Və insan artıq qəlbində elə zülmət hiss edir ki, və bundan sonra özü də bilmədən təkfirdir, digər zəlalətlərdir və həlak edici işlərə düşür, özü də hiss etmədən. Necə ki, qaranlıq gecədə yola çıxan bir kör insan kimi. Hava qaranlıq və insan özü də kör. Necə yolu tapsın? Və beləliklə də günah sayəsində insanın qəlbi qaranlıqdan sonra, zülmətləşdikdən sonra insan da özü də bilmədən belə bidətlərə, zəlalətə və həlak edici işlərə düşür. Abdullah ibn Abbas radiyallahu anhuma deyir ki, İnnə lil həsənəti diyəən fil vəcih. Həqiqətən həsənətin, yaxşı əməlin insanın üzündə bir parlaqlığı vardır. Və həmçinin insanın qəlbində bir nurdur. Və ruzinin genişliyi, bədənin qüvvətlənməsi və insanların qəlbində sevgini qazanmağa səbəbdir. Həsənət, yaxşı əməl. Amma günah isə, asilik isə insanın üzünü qaraldır, qəlbinə zülmət gətirir və bədəni zəiflədir və həmçinin ruzini naqisləşdirir, azaldır yəni və insanların da qəlbinə nifrət düşməsinə, ona qarşı nifrətin yaranmasına səbəb olur. Və həmçinin zərərlərdən günahlar insanın qəlbini və bədənini də zəiflədir. Onun qəlbini zəiflətməsi, bu bəlli bir məsələdir. O ki, qaldı, bədəni zəiflətməsinə isə, çünki müminin qüvvəti, bədənində olan qüvvət qəlbin gücünə, qəlbin qüvvətinə bağlıdır. Nə qədər qəlb güclü olarsa, bir o qədər də bədən güclü olur. Amma facir insan, günahkar insan və yaxud da kafir insan bədəni nə qədər güclü də olsa, amma ehtiyac zamanı ən zəif bir kimsəyə çevrilir. Ehtiyac zamanı ona nəfsi ona xəyanət edir. Sən fikirləş, farsların, rumluların bədənlərini, onların bədənlərində olan qüvvəti fikirləş. Necə onların o qüvvətli bədənləri onlara ehtiyac zamanı necə xəyanət etdi. Amma iman əhli isə həm qəlb, həmçində bədən qüvvəti ilə onları məğlub etdi. Və həmçinin günahların zərərlərindən itaətdən məhrum olmaq. İtaətdən məhrum olmaq. Günahın, yəni bundan başqa bir zərəri olmasaydı, bu özü kifayət edir günahı tərk etməyə. Günah itaətin qarşısını alır. Sonra onunla başqa bir itaətdən məhrum olur və beləliklə bir günah başqasını digərini gətirir və üçüncü xeyirdən məhrum olur və beləliklə insan nə qədər itaətlərdən məhrum olmuş olur. Və o itaətlərdən biri dünya və içərisində olan hər bir şeydən daha xeyirlidir. Və onun misalı, o insanın misalına bənzəyir ki, bir yemək yeyir
O yemək səbəbilə xəstələnir və o xəstəlik onu nə qədər ləzzətli və dadlı yeməklərdən məhrum edir. İstəsə də yeyə bilmir. Və həmçinin günahlar da insanı nə qədər xeyirli işlərdən məhrum edir. O xeyirli işlərdən biri dünya və içərisindəkilərə daha xeyirlidir. Və həmçinin günahların zərərlərindən günahlar ömrü qısaldır. Ömrün bərəkətini silir. Bu mütləqdir. Çünki yaxşılıq ömrü artırır və facirlik, pislik, günahlar isə ömrü qısaldır. Və həmçinin günahların zərərlərindən günahlar mislini əkir və bir günahdan başqası əmələ gəlir. Yəni, bir günah başqasını doğur. Və bundan sonra o insana o günahı tərk etməsi, o günahdan ayrılması ona çox ağır gəlir. Necə ki, sələflərdən biri deyir ki, İnnə min uqubəti seyyiyyətu ba'dəhə. Yəni, bir günahın cəzası ondan sonra başqa bir günahın gəlməsidir. Bir yaxşı əməlin mükafatı isə ondan sonra bir yaxşı əməlin gəlməsidir. İnsan bir yaxşı əməl edərsə, onun yanında olan başqa bir yaxşı əməl deyər ki, məni də işlə. Onu etdikdən sonra başqa bir yaxşı əməl deyər ki, məni də işlə. Və beləliklə insanın xeyirli əməlləri çoxalır. Və qazanc çoxalır, savabı artır və günahlar da belədir. Və insan o qədər ibadətə və həmçinin günahları vərdiş edə bilər ki, artıq o əməllər, yaxşı əməllər və yaxud da günahlar insanın nəfsində formalaşan bir səciyyəyə, təbiətə çevrilə bilir. Artıq ona yapışıq bir sifət olur. Deməli, insan yaxşı əmələ elə vərdiş edir ki, nə vaxt o yaxşı əməli tərk edərsə, onun sinəsi daralır. Və geniş dünya genişliyi ilə ona dar gəlir. Və elə bil ki, o insan sudan ayrılan bir balıq kimi olur, suya yenə qayıtmaq istəyir. O qədər yaxşı əmələ vərdiş edir. Və suya qayıtdığı zaman balıq sakinləşir və eyni ilə də ibadətə qayıdan insan, ibadətə vərdiş etdikdən sonra ibadətə qayıdan insanın da sevinci, rahatlığı ibadətdədir. Və həmçinin günahkar insan da belədir. Günahkar insan artıq günaha vərdiş etdikdən sonra hər hansı bir pisliyi, günahı tərk etdiyi zaman sinəsi daralır və artıq sıxıntı içərisində olur. Onun yolları daralır, yəni şaşkınlıq içərisində olur. Hətta bir çox fasiqlər vardır ki, o günahı ləzzətə görə etmir. Günahdan ayrıldığı zaman ağrı hiss etdiyinə görə, o ağrını itirmək üçün günaha qayıdır. Artıq ləzzət yoxdur. Ola bilər birinci günahı etdiyi zaman nəsə ləzzət alsa, amma ondan sonra günahda ləzzət olmur. Və sadəcə günahı o qədər vərdiş etdiyinə görə onu tərk edərkən ağrı hiss edir, ağrını qaldırmaq üçün yenə günaha qayıdır. Deməli, insan ibadətə o qədər vərdiş edə bilər, onu sevə bilər, onu hər şeydən üstün tuta bilər ki, nəhayət Allah Teala öz rəhməti ilə onun üçün mələklər göndərər. Və mələklər hər dəfə o insanı ibadətə yönəldər, həvəsləndirər. Hətta onu yerindən və yatağından qaldıraraq onu ibadətə sövq edərlər. Və həmçinin insan o qədər günaha, asiliklərə vərdiş edər ki, onu sevər və onu digər yaxşılıqlardan üstün tutar və nəhayət Allah Teala onun üçün şeytanlar göndərər və o şeytanlar hər dəfə o insanı günaha sürükləyərlər. Və həmçinin günahların zərərlərindən qəlbin asiliyə vərdiş etməsi. Asiliyə, o günaha vərdiş etməsi. Və günahların zərərlərindən biri də olur ki, insanın qəlbindən artıq o günahın çirkinliyi soyularaq çıxarılır və artıq o günah onun adətinə çevrilir. Və insanlar ona baxanda belə, o günah üzərində olduğu zaman insanların onu görməsini belə pis görmür. İnsanların onun haqqında danışmasına da pis baxmır. Və bu insanlar kimlərdir? Yəni o qədər fasiqliyə, asiliyə, günaha yol veriblər ki, yəni onlar üçün insanların onu günah üzərində görməsi ləzzətdir. Hətta onlardan biri etdiyi günahı ilə öyünür, fəxr edir.
bilmədik insanların bilmədiklərini insanlara danışır. Və deyir ki, filan kəs, mən filan yerə getdim, filan əməli gördüm. Və belə insanları bağışlanmazlar. Yəni, nə demək bağışlanmazlar? Yəni, onların önünə tövbə qapısı bağlanar. Çox vaxt belə insanlar tövbəyə müvəffəq olmurlar. Necə ki, Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Kullu ümməti muafə illəl mücahirin. Ümmətimin hamısı bağışlanacaqdır mücahirlərdən başqa. Mücahir, lüğəvi mənası bir işi aşkarda etməyə deyilir. Amma hədisdə Peyğəmbər s.ə.v verdiyi tərif nədir? İchar o deməkdir ki, ən yəsturallahul abdə thumma yusbihu yafdahu nəfsəhu. İnsan günah etdiyi zaman Allah Teala onun günahının üstünü örtür, heç kəs bilmir və sonra insan öz-özünü rüsvay edir. Və deyir ki, filan kəs, mən filan işləri gördüm və yəni Allah Teala onu örtdüyü halda özü o pərdəni yırtır. Belə insanlar bağışlanmazlar, yəni tövbəyə müvəffəq olmazlar. Çünki Allah Teala'nın sənin günahının üstünü örtməsi özü bir nemətdir, özü bir rəhmətdir. Çünki heç kəs səni barmaqla göstərmir ki, filan kəs filan günahın sahibidir. Ona görə insan onu danışmamalıdır. Və həmçinin günahların zərərlərindən günahlar insanın alçalmasına səbəbdir. Günah insanın Rəbbi qatında alçalmasına və Allahın gözündən düşməsinə səbəbdir. Həsən-ül Basri rahiməhullah buyurur, Hənu aleyhi fəasavhu və ləuəzzu aleyhi ləasamahu. O insanlar, günah edən insanlar, Allahın gözündən düşdükləri üçün onlar günah edirlər. Əgər onların Allah qatında dəyəri olsaydı, Allah onları qoruyardı. Əgər insan Allah qatında alçalarsa, dəyərsiz olarsa, onu heç kəs qaldıra bilməz. Allah Teala buyurur, Həcc surəsi 18-ci ayədə وَمَنْ يُهِنِ اللّٰهُ فَمَا لَهُ مِنْ مُكْرِمٍ. Allahın alçaqlığını kimsə hörmətləndirə bilməz. Yəni, insanlar o insanı zahirdə alqışlasalar da, təzim etsələr də, ona olan ehtiyaclarına görə və onun şərrindən qorxduqlarına görə onu təzim etsələr də, ucatsalar da, amma o insanların qəlbində ən aşağı, ən alçaq bir kimsədir. Və həmçinin yəni insan o qədər günahı işləyər ki, artıq günah o insanın gözündə balacalaşar və insanın da günahı balaca görməsi o insanın həlakinin əlamətidir. Çünki günah insanın gözündə nə qədər balaca olarsa, bir o qədər də Allah qatında böyüyür. Buxarın Səhih əsərində İbn Məsud radiyallahu anhudan gələn rəvayətdə deyir ki, İnnəl mu'minə yərə zunubə kəənnəhə fi asli cəbəlin yaxab ən yəqa aleyh. Mömin insan günahlarını necə görür? Elə bil ki, bir dağın aşağısında oturub, o dağ qədər görür. Bu dəqiqə dağ onun üzərinə uçacaqdır. Günahını o qədər böyük görür mömin insan. وَإِنَّ الْفَاجِرَ يَرَى ذُنُوبَهُ كَذِّبَابٍ وَقَعَ عَلَى أَنْفِهِ فَقَالَ بِهِ هَكَذَا فَقَالَ. O facir insan isə günahlarını burnunun ucuna qonan bir milçək kimi görür və əli ilə də belə edir, yəni uçur, yəni çox yüngül görür. Və həmçinin günahların zərərlərindən qeyrətin itməsidir. Günahların zərərlərindən biri, günahlar insanın qəlbində olan qeyrət odunu, qeyrət alovunu söndürür. Hansı ki o qeyrət insanın salih olması üçün, insanın həqiqi yaşaması üçün bir maddədir. Qeyrət onun hərarəti və alovudur. Və onun sayəsində insanda olan, qeyrət sayəsində insanda olan bütün çirkin sifətlər ondan uzaqlaşır, təmizlənir. Necə ki körük qızılın, gümüşün, dəmirin pasını, çirkabını təmizlədiyi kimi, insanın da qeyrəti insanda olan bütün pis sifətləri, çirkin sifətləri ondan uzaqlaşdırır və təmizləyir. Və insanlar içərisində ən şərəfli olan və himmə, iradə baxımından ən uca kimsə özü və xüsusi əhli və ümumi insanlar üçün qeyrətli olan bir kimsədir.
Və buna görə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm ümmət üçün ən qeyrətli kimsə idi. Allah Rasulü sallallahu aleyhi və səlləm öz ümməti üçün ən qeyrətli kimsə idi. Və Allah Teala ondan da qeyrətlidir. Necə ki, səhih hədisdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, Ətə'cəbunə min qeyrəti Sa'd, məgər siz Sa'd radiyallahu anhunun qeyrətindən təəccüblənirsiniz? Lə-ənə əğyəru min, mən ondan da qeyrətliyəm. Vallahu əğyəru minni, və Allah məndən də qeyrətlidir. Yəni bu hədislər, bu hədis nəyi cəm edir? Qeyrətlə və çirkinliyin kərahətini, yəni günahın kərahətini, pisliyini nifrət etmək və beynə məhəbbətul udrun ləzi yucibu kəməl adl və digər hədisdə isə yəni Allah Teala'nın üzrü istəməsini, yəni hədis ona dəlalət edir. Çünki o da səhih hədisdir. Lə əhədun ağyər min Allah, Allahdan daha qeyrətli kimsə yoxdur. Min əcli dəlikə harraməl fəvahiş. Yəni buna görə Allah Teala zahiri və batini bütün fühuş işləri haram etmişdir. Və lə əhədə əhəb iləyhil udru min Allah, və Allah Teala'dan da üzrü daha çox sevən bir kimsə yoxdur. Allah Teala'dan üzrü daha çox sevən bir kimsə yoxdur. Min əcli zəlikə arsələr rusul mübəşşirin və mundirin, və buna görə də qorxudan və müjdələyən rasullar göndərmişdir. Və lə əhədə əhəbbə iləyhil mədhü min Allah, və Allah Teala'dan daha çox təlifi sevən yoxdur. Min əcli zəlikə əsnə alə nəfsi, və buna görə də Allah Teala özünü tərifləmişdir. Elhamdülillahi Rabbil aləmin. Deməli, bu hədislərdən qəsd olunan və nə qədər insan günahlara qarışarsa, günahlara çox yer verərsə, bir o qədər də insanın qəlbindən özünə, ailəsinə, ümumi insanlara qarşı olan qeyrət alınır, qaldırılır. وَقَدْ تَضْعُفُ بِالْقَلْبِ جِدًّا حَتَّى لَا يَسْتَبْعَدَ ذَلِكَ الْقَبِيلِ. Yəni o qeyrət o qədər sonra zəifləyir. Zəifləyir ki, artıq insan çirkin olan bir şeyi çirkin görə bilmir. Nə özündə, nə də başqasında. Və insan bu hala çatarsa, artıq o insan həlak qapısına daxil olmuşdur. Və həmçinin günahların zərərlərindən da'fu ta'zimillah Teala, Allaha olan təzimin zəifləməsi. Və günahların cəzalarından da biri də odur ki, günahlar insanın qəlbində Rəbbə, Allaha olan təzimi zəiflədir. İstəsə də, istəməsə də. Əgər insanın qəlbində təzim, Allaha hörmət olsaydı, Allahı ucaqlı olsaydı, insan günahlara cürətlə yönəlməzdi. Ola bilsin, kimsə məğrur insan, aldanmış bir insan deyə bilər ki, məni günahlara yönəldən, günaha düşməyimə səbəb olan Allahın rəhmətinə ümid etməyimdir, gözəl zəndə olmağımdır, gözəl ümid etməyimdir. Yəni, qəlbində o təzimin zəif olması yox, mənim gözəl ümidimdir. Bu, İbn Qayyim Rahimehullah deyir ki, bu o insanın öz-özünü aldatmasıdır. Çünki insanın qəlbində təzim olarsa, bu təzim Allahın haram etdiyi şeyləri təzim etməyi gərəkdirir. Və bu təzim insanla günahlar arasına girməlidir. Və o insanlar ki, cürətlə günahlara yönəlirlər, onlar Allah haqqı ilə dəyərləndirməmişlər. Necə o insan Allahı haqqı ilə dəyərləndirə bilər və özü isə günahlara cürətli şəkildə yönəlir və Allahın əmri və qadağası onun üçün dəyərsizdir. Bu qeyri-mümkündür. Əgər Allahın əmri və qadağası insan üçün dəyərsizdirsə, ona biganə yanaşırsa, insanın qəlbində o deməkdir ki, təzim yoxdur. Çünki Allahı təzim edən insan əmrləri təzim etməlidir. Əgər bir insan
ibadətlərini, əməllərini onu təzim edir, vaxtında onu qoruyur. Və həmçinin qadağaları təzim etmək nə deməkdir? Onlardan çəkinmək, onlardan uzaq olmaq. Deməli, əgər bir insan əmri təzim edirsə, o deməkdir ki, o insan əmr edəni təzim edir. Onu əmr edəni ucaldır. Və həmçinin qadağanı təzim edib, ondan çəkinirsə, haramdan çəkinirsə, deməli, o insan onu haram edəni ucaldır. Yox, əgər insan biganə yanaşırsa, o əmr edəni də təzim etmir və həmçinin haram edəni də, qadağan edəni də ucaltmamış sayılır. Və həmçinin bunun bəzi zərərlərindən də olur ki, Allah Teala o insanın heybətini, elə ki, o insanın hörmətini insanların qəlbindən çıxarır. O insan Allahın əmrinə qarşı biganə yanaşdığına görə və asanlıqla günahlara düşdüyünə görə insanlar da onu sayılır və insanlar da ona biganə yanaşır. Niyə? Çünki sən Allahın əmrini aşağıladığına görə insanlar səni aşağılayır. فَعَلَى قَدْرِ مَحَبَّةِ الْعَبْدِ لِلَّهِ يُحِبُّهُ النَّاسِ Demək, insanın qəlbində Allah sevgisinə görə nə qədər insan Allahı sevərsə, bir o qədər də başqa insanlar onu sevər. Və insan nə qədər Allahdan qorxarsa, bir o qədər də insanlar ondan qorxar, onu hörmət edir. وَكَيْفَ يَنْتَهِكُ عَبْدُ الْحُرُمَاتِ اللّٰهِ وَيَطْمَعَ أَلَّا يَنْتَهِكَ النَّاسِ حُرُمَاتِ Necə ola bilər ki, insan Allahın haramlarını pozsun, yırtsın və sonra özünün haramları yırtılmasın, insanlar tərəfindən pozulmasın. اَمْ كَيْفَ يَهُونَ عَلَيْهِ حَقُّ اللّٰهِ وَلَا يَهُونُهُ يُهَوِّنُهُ اللّٰهِ عَلَى النَّاسِ Necə ola bilər ki, insana Allahın haqqı aşağı, yüngül gəlsin və sonra o insanı Allah Teala insanların gözündə düşürməsin. Və bu da müvafiq bir cəza olar. Və Allah Teala öz kitabında günahların cəzalarını zikr edərkən buna işarə etmişdir. Allah Teala Nisa surəsində buyurur ki, "Vallahu arkasahum bima kasabu." Yəni onlar qazandığı günahlara görə Allah Teala onları təpəsi aşağı çevirdi. Başı aşağı, yəni əvvəlki vəziyyətinə qaytardı. "Və hatta ala qulubihim" və həmçinin onların qəlblərini örtdüyü, mühürlədi günahlarına görə. "Və annahu nasiyahum kama nasu" Onlar Allahı unutduqları kimi Allah onları unutdu. Və onlar Allahın dinini aşağıladıqları kimi Allah da onları aşağıladı. Və onlar Allahın əmrini zay etdiyi kimi Allah da onları zay etdi. Və buna görə Allah Teala məxluqatın ona səcdə etməsi ayəsində Həcc surəsi 18-ci ayədə buyurur: "Və-men yuhinillahu fema lehu min mukrim." Allahın alçatdığı kimsəni heç kəs qaldıra bilməz, hörmətləndirə bilməz. Və onlara səcdə etmək aşağı gəldiyinə görə, səcdəyə biganə yanaşdığına görə Allah da onları alçatır. Və ona görə onları da qaldıran yoxdur, hörmətləndirən yoxdur. وَمَنْ ذَا يُكْرِمُ مَنْ أَهَانَهُ اللّٰهِ اَوْ يُهُنُ مَنْ أَكْرَمَهُ اللّٰهِ Allah Teala'nın hörmətləndirdiyini kim alçalda bilər? Və yaxud Allah Teala'nın alçatdığını kim hörmətləndirə bilər? Və həmçinin günahların zərərlərindən insanın özünü unutması. İnsanın özünü unutması nə deməkdir? Günahların zərərlərindən də bir də olur ki, həm Allah Teala insanı unudur və həmçinin Allah Teala qulunu tərk etdiyinə görə qulunu özü ilə nəfsi arasında, özü ilə şeytan arasında tərk etdiyinə, yardımsız buraxdığına görə insan özünü unudur. Və burada da artıq qurtuluş olmayan, nicat olmayan bir həlak ortaya çıxır. Allah Teala Həşr surəsi 18-19-cu ayələri buyurur: "Ya eyyuhellezine amanu taqullah ve tanzur nefsun ma qaddamat liğad." Ey iman gətirənlər, Allahdan qorxun, təqvalı olun və hər bir kəs sabahı üçün nə hazırladığına baxsın. Yəni Allah Teala qiyaməti sabah adlandırır. Yəni görün ki, nə qədər yaxındır. Sabahı üçün nə hazırladığına baxsın. "Vattaqullah innallaha xabirun bima ta'malun." Və Allahdan qorxun, həqiqətən Allah Teala sizin etdiklərinizdə xəbərdardır. "Və la takunu kellezina nasullaha fa ansahum anfusahum." O kəslər kimi olmayın ki, onlar Allahı unutdular. Allah onlara özlərini unutturdu. "Ulaika humul fasiqun." Məhz onlar fasiqlər. Allah onlara özlərini unutturdu.
Nə demək özlərini unutturur? Yəni Allah Teala o insanlara öz xeyirlərini unutturur, öz məsləhətlərini unutturur. Və bundan sonra insan bilmir öz xeyri hardadır, öz məsləhəti hardadır, bilmir və buna görə də xeyirlərdən məhrum olur. Və həmçinin Allah Teala o insana öz zərərlərini unutturur. Və onu bilmədiyinə görə insan özü zərərə düşür. Və həmçinin günahların zərərlərindən məğabbətul abd bu'd anil müminin. Yəni, möminlərdən uzaq olmağın fəsadı, möminlərdən uzaq düşmək. Bir insan möminlərlə yoldaşlıq etməzsə, onu ötürərsə, iman dairəsindən çıxarsa, artıq Allahın müdafiəsindən kənarda olur. Çünki Allah Teala möminləri müdafiə etməyə söz verib, onları qorumağa söz verib. وَفَاتَ كُلُّ خَيْرَ اتَّبَهُ اللّٰهِ فِي كِتَابِهِ عَلَى الْإِيمَانِ. Və həmçinin iman üzərində Allah Teala nə ki mükafatları tərtib edibsə, insan bununla, günaha yol verməklə bu mükafatlardan məhrum olur. Və bu mükafatlar da iman üzərində tərtib olunan, yaranan mükafatlar 100-dən yuxarıdır. Və onların hər bir xislət dünya və içərisində olanlardan daha xeyirlidir. Nə qədər burada ayələr vardır ki, o iman üzərində yaranan mükafatlara dəlalət edir. Onlardan biri ən böyük mükafatdır. Nisa 146 Allah Teala buyurur: وَسَوْفَ يُؤْتِ اللّٰهُ الْمُؤْمِنِينَ أَجْرًا عَظِيمًا. Allah Teala sonra möminlərə böyük mükafat verəcəkdir. Həc 38-də Allah Teala onları, möminləri dünya və axirət şərlərindən qorumağını, dünya və axirət şərlərini onlardan soğuşdurmağı söz verir. İnnallaha yudafi'u anillezine amanu. Allah Teala iman gətirənləri müdafiə edir. Və insan günahın çoxluğuna görə, miqdarına görə bu qorunmadan məhrum olur. Və həmçinin onlar üçün ərşi daşıyan mələklərin istiğfarı vardır. İnsan günaha düşməklə bundan məhrum olur. Gafir suresi 7. ayda Allah Teala buyurur: "Ellezine yahmilunel arşa ve men havlehu yusabbihun bihamdi rabbihim ve yu'minun bih ve yestağfirun lillezine amanu." Rahmanın arşını daşıyan mələklər və onun ətrafında olanlar Allaha həmd edərək şəninə təriflər deyərlər, təqdis edərlər və Allaha iman gətirərlər və iman gətirənlər üçün Allahdan bağışlanma diləyərlər. Və buna qədər bu iman üzərində yaranan xeyirlərdir və günah sayəsində və günahın miqdarına görə insan bu xeyirlərdən məhrum olur. Yəni, xülasə odur ki, iman hər bir xeyrə səbəbdir. Dünyada və axirətdə elə bir xeyir yoxdur ki, onun səbəbi iman olmasın. Dünyada və axirətdə hər bir şərrin, pisliyin səbəbi isə imansızlıqdır. فَكَيْفَ يَهُونَ عَلَى الْعَبْدِ أَنْ يَرْتَكِبَ شَيْئًا يُخْرِجُ مِنْ دَائِرَةِ الْإِيمَانِ. Necə ola bilər ki, insanı iman dairəsindən çıxaran bir şeyi işləmək insana asan gəlsin və tam çıxmasa da, yəni müsəlman dairəsindən çıxmasa da, yəni o günahlar insanı möminlik dairəsindən çıxarır. Və sonra insan davam edərsə, israr edərsə, qorxu vardır ki, onun qəlbini pas bağlayar, yəni günahlar onu qaplayar və onu bütövlüklə İslam dairəsindən də çıxarır, Allah qorusun. Və buradan da sələflərin qorxusu daha da çoxalmışdır. İnşallah bununla kifayətlənir. Şəvardı var. Allah təala şifalar etsin. İxlasla.com saytı tərəfindən təqdim olundu.